Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. 220 voltla 4 kilovatlıq mühərriklə ot doğrayanımız sizə boyasız variantını göstərmişdim inşallah. Buyurun, 4 kilovatlıq mühərrikimiz. Demək, 2 dənə belə kamerli təkərlərimiz inşallah və idarə edici qutumuz, voltmetrimiz, ampermetrimiz. Doğradıqda da özünüz inşallah gördünüz. Presi necə doğradıq, təhvil veririk. Sadəcə olaraq presi ehtiyatla atdıq ki, içində dəmirdən, daşdan aparatımızı qoruya bilək. Və başlıca olaraq, əziz izləyicilərimiz, bax, gördüyünüz naqilimiz altılıqdır. Yəni, bacardığınız qədər qalın mis naqillərdən istifadə eləyin ki, aparatın mühərriki tez qızmasın və yanmağa doğru getməsin. Qardaşlar, necədir? İnşallah. Bəyəndinizmi Allahın köməyindən? Allah işləriniz avam diləsin, əziz izləyicilər. Əgər sizlər də yararlanmaq istəyirsinizsə, səhifəmizdə nömrəmiz var. Əlaqə saxlayın. Allah amanında olun.